İndi də insanları İmam Hüseyn ağa hidayət eləyir. Bəzi haram görən işlər indi gəlir Məhərrəmcədə İmam Hüseyn ağa azardarlıq eləyir. Yəni İmam Hüseyn ağanın qapısı hidayət qapısıdır. İmam Hüseyn ağaya görə malından, varından, dövlətindən keçən insan İmam Hüseyn ağa axirətdə ona şəfaət eləyəcək. Yəni insan gəlin İmam Hüseyn məclisinə söz verin ki, bir də bu günahları eləməyəcəm, gözümə sahib çıxacam, qulağıma sahib çıxacam, dilimə sahib çıxacam, nəfsimə sahib çıxacam. Gəlin uşaqlar, eləmir günahlar. İmam Hüseyn məclislərində söz verin İmam Hüseynə. İnan ki, o İmam Hüseyn məclisində bilsən kimlər olur? Peyğəmbər orada olur, xanım Zəhra orada olur, Həzrəti Əli orada olur, mələklər orada olur. Yəni söz verir ki, İmam Hüseyn məclisinə bu günahları eləməyəcəm, yalan danışmayacam, ağzımdan söz söyməyəcəm, yəni pis sözlər gətirməyəcəm, gözümə sahib çıxacam, qulağıma sahib çıxacam. İmam Hüseyn məclisində söz verir. Allah bizləri axirətin günü İmam Hüseyn ağa ilə məşhur eləsin. Amin.